Gördüyünüz bu hadisə Xaçmaz rayonunun Müzəffərabad kəndində qeydə alınıb. Hadisə zamanı 3 avtomobil toqquşub. Avtomobillərdən biri bax bu gördüyünüz BMW markalı avtomobildir. Ən ciddi əzilən avtomobil də maşın da elə BMW-dir. Digər avtomobillər isə biri Opel markalıdır və Mercedes markalı avtomobillərdir. Gəncə yolama yolunun Xaçmaz rayonunun Müzəffərabad kəndi arasından keçən hissəsində. Hadisə nəticəsində avtomobillərdə olan 7 nəfər xəsarət alıb və 2 təcili yardım avtomobili cəlb olunmuşdu hadisə yerinə. Hadisə yerindən yaralılar təcili tibbi yardım maşınları ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. 7 nəfər təbib açıqlama verib ki, onlardan birinin vəziyyəti ağırdır. 6 nəfər isə həyat üçün təhlükə yoxdur. Avtomobillərin bu cür qəzaya uğramasına səbəb kimi yüksək sürət və maşınlardan birinin belə deyək, ötmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilir. Hadisə şahidləri arasında isə hadisənin 2 avtomobilin bir-biri ilə belə deyək, ötüşməsi nəticəsində baş verdiyində səsləndirənlər var idi, amma tam dəqiq fakt araşdırıldıqdan sonra üzə çıxacaq.